Vətən müharibəsində həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən video görüntülər yayılıb. Xəbər zolağı az unikal NSRL qağazlara istinadən xəbər verir ki, əraziyə baş çəkən insanlar maraqlı bir məqamı açıqlayıblar. Belə ki, onların dediklərinə görə şəhidimiz vurulduqdan sonra həmin əraziyə bu da belə sözünü yazıb. Həmin söz indi Zəngilan rayonunda Xudayar Yusifzadənin şəhid olduğu yerə həkk olunub. O, oktyabrın 22-sində Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra Vətən uğrunda medalı Azərbaycan bayrağı ordeni, Zəngilanın azad olunmasına görə medalı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Qeyd edək ki, şəhidimiz müharibə zamanı ifa etdiyi Vətən yaxşıdır mahnısı ilə daha çox tanınıb. Həmin mahnı onun şərəfinə Xudayar təsnifi adlandırılıb.